Salam dostlar, dərslərimiz davam edir. Bugünkü dərsimizdə biz Recycle View haqqında məlumatlar öyrənəcəyik. Recycle View eyni list view kimi, yəni scroll edilə bilən ekranlar üçün nəzərdə tutulur. Recycle View-nun list view-dan fərqi ondan ibarətdir ki, dataların hamısını eyni vaxtda yüklənmə eləmir. Yəni bu da bizim application'ımızın donmasının qarşısını alır. Artıq, məsələn, mən list view-da istifadə eləməyi dayandırıram. Bunu edirəm qeyd hissəsində və Recycle View-ya start verir. İlk öncə biz main activity içərisində, layout'un içərisində baxın, main activity içərisində list view-nu silirik və bunun yerində ilk öncə Recycle View-nu yazırıq. Recycle View-nu da bura gətirmək çox sadədir. Sadəcə gətirdik, bax burada qeyd elədik Recycle View-nu, burada constraint-lərini icra edirik və burada Recycle View yazaq. ID-sini də verdik. Burada da match parent, yəni ekrana yayıla bildiyi qədər yayılsın. Burada da match parent. Dostlar, bunu edəndən sonra artıq bizim Recycle View-umuz ekran görüntülərimiz hazır olmuş olur. Və ikinci olaraq burada bizim bir list view-da biz baxın burada qeyd etmişdim. Simple list item 1. Bunu Recycle View-da ayrıca olaraq yazmaq lazımdır. Bunun üçün research faylını ayrıca olaraq qeyd etmək lazım. İlk öncə gəlin onu da edəyim. Artıq bizim dizayn hissəmiz tam olaraq hazır olsun. Onu etmək üçün layout hissəsinə daxil oluruq və burada baxın layout research file. Və bunu edirik ki, burada yazırıq recycle row və OK edirik. Bunu etdiyimiz zaman bizə adətən, yəni constraint layoutdan yox, linear layoutdan istifadə etmək daha məsləhətlidir. Çünki sadəcə damalarımız burada bir-biri olacaq, yəni böyük bir iş əlavə görülməyəcək. Ona görə linear layout yazıram. Və burada əlavə olaraq həmin punktumu yaradıram. İlk öncə text view və text view içərisində birinci hissəni match parent, ikinci hissəni wrap content edirəm. Və burada text hissəsinə qeyd edirəm ki, tamam ki, test görək görünüşü necə olsun. Padding verək 5 dp 5 dp və burada size-ını da edək 24 sp. Və bunu da bağlayıram. Artıq bizim text view-umuz alır. Baxın dostlar, text view hissəmiz, görsənən hissəmiz artıq bu cür qaydada görsənəcək. İkinci olaraq bizə lazım olan hissə, bunun artıq text view-nun ID-sini də yazaq. ID burada qeyd edək. Recycle view text view. Bu cür olsun ki, daha aydın şəkildə görsənsin. Artıq bunları etdikdən sonra, bax burada ilk öncə match parent-i burada wrap content eləyir. Çünki sadəcə yazılan yazı qədər bizə ekranda göstərsin. Əks halda, bax text view bir ekranda tam olaraq, yəni görünüşünü yayacaq. Ona görə də yəni list view bizdə list view-da kimi bax bu cür damalar şəklində görsənməyəcək. Artıq biz bunları etdikdən sonra keçirik bizim adapter hissəsinə. Adapter hissəsi də dostlar, bunu bağlayaq, lazım deyil. Adapter hissəsi list view-da kimi bu cür şəkildədir. Bunun adapterini yazmaq üçün ayrıca bir class yaradırıq. İlk öncə bunun classını yaradım və yazaq ki, information adapter. Və bu adapter bizə əsasən Recycle View-dan miras alır. Recycle View-dan miras aldığı üçün burada qeyd edirik Recycle View və burada qeyd edirik adapter. Adapterin içərisində məndən holder istəyir. Holder nədir? Ekran görüntüsü. Yəni ekran görüntüsü ilə bağlantım. Ona görə mən burada yazıram information holder və həmin bu class yaratdığım bu klassı aşağıda ayrıca olaraq yaradıram. Class information holder. Və həmin bu information holder burada da eyni qaydada yazaq. Burada billərin yeri səhv çıxdı. Information holder. Və bunu da eyni qaydada Recycle View-dan miras alırıq və bu beholder-dan miras alacaq. Və sonunda burada bunu yazdıktan sonra dostlar, eyni qaydada bunu bura, yəni artıq implement eləməliyik. Yəni baxın bunun üzərinə gəlirik, alt enter düyməsini tıkladıqda artıq buradakı class və bura gəltirib çıxardır. Və sonunda isə burada qeyd edək
bunun konstruktörünü ve burada da əlavə olaraq da baxın information'ın üzərində qırmızı bir işarə gəlir. Qırmızı olduğuna göre bunun üzerinde yine alt enter tıklasaq bizə implementla olan metodları göstərəcək. Implement metodlar bax bunlardan ibarətdir. Bunlar da əsas adaptörün əsas mənbəyidir. Yəni buradakı adaptör bunun əsasında yığılır. Burada yalnız məsələn birinci hissədə ekran bağlantısı, ikinci hissədə ekranda olan dataların sayı, üçüncü hissədə isə ekranda məsələn biz tıklayanda hər hansı bir işin görülməsi haqqında məlumatı qeyd edəcək. Və burada da bizdən istəyir ki, holderi ekran görüntüsü ilə bağlayaq. Bunu bağlamaq üçün biz bildiyiniz kimi bindingdən istifadə edirik və həmin recycle row bindingi bura qeyd edirik. Və sonda isə burada da həmin bindingi ekran görüntüsü ilə bağlayaq. Baxın dostlar, artıq mənim adaptörüm demək olar tam olaraq hazırdır. Sadəcə mənə lazım olan hissə isə indi bunun içərisini doldurmaq. İçərisini doldurmaq üçün dostlar, ilk öncə gəlin bu birinci ekran görüntüsünün bağlantısını yaradaq ki, bizim görə ekran görüntümüz necə bağlanacaq. Bunu yazmaq üçün var binding və burada qeyd edirəm recycle row binding. Recycle row binding. Inflate. Eyni biz ekran görüntülərindən datalarımızı necə bağlayırdıq? Yəni kod hissəmizi necə bağlayırdıq? Eyni qaydada buradadır. Lakin bunun bir dənə fərqi ondan ibarətdir ki, burada inflate gördüyünüz kimi böyük layout inflate istəyir. Yəni bu digərlərində biz binding'i yazanda kiçik layout inflate yazırdıq. Lakin burada isə böyük hərflə olanı istəyir. Layout inflate.from. Və bunu etdikdən sonra bizdən kontekst istəyəcək. Burada biz main activity içərisində olmadığımıza görə kontenti, o konteksti biz parent'in içərisindən alacağıq. Yəni parent burada görüntü deməkdir. Yəni görüntüyə, büyüyə bizə bağlantı quran bir hissədir. Artıq mən burada parent nöqtə kontekst yazsam, mən demək olar kontekstimi bunun içərisindən almış olaram. İkinci olaraq məndən istədiyi ondan ibarətdir ki, layout inflate hansı hissə, hansı ekrana bağlanacaq. Yəni burada yazıram parent'ı və üçüncü olarak da mənə burada qeyd eləyəcək ki, məsələn, gələn ekran işlək vəziyyətdə olacaq, olmayacaq. Buna false yazıram, çünki onsuz da işlək vəziyyətdə gələcək. Və bunları etdikdən sonra, baxın mənə burada geri dönüş information holder istəyir. Ona görə də mən burada return yazıram, information, belə deyək ki, holder'ı burada qeyd edirəm. Baxın dostlar, information holder və içərisində bu bindingimizi yazırıq. Və binding'i yazanda artıq bizim ekran görüntüsü ilə kod görüntülərimizin, yəni kod işlərimizin bağlantısı görülmüş olur. Və bundan sonra burada hissədə, bu hissədə. Bizim burada göründüyü kimi main activity içərisində sadəcə 4 dənə datamız var. Mən burada return 4 yazsam, həmin dataları mənə geri qaytaracaq. Lakin biz bunu test etdiyimizə görə, yəni sayını bilmirik. Ola bilsin ki, bizə internetdən məlumat datalar çəkirik, içərisində yüzlərlə, minlərlə məlumat var. Və bu baxımdan da biz həmin bu adaptörün içərisində bu cür qayda ilə yazmağımız doğru deyil. Və buna görə də biz burada bir konstruktör yaradırıq və içərisində də bunun information list istəyirik. Və həmin listə bizə array list içərisində, baxın dostlar, information'ın datalarını, həmin məlumatları çəksin. Və bundan sonra artıq mən burada information list eləsəm və içərisində size qeyd eləsəm, yəni mənim nə qədər datam olur olsun, bu onun içərisindəki say qədər hərəkət göstərəcək. Yəni o həmin dataların hamısını ekranda görüntülərini göstərəcək. Və bunları etdikdən sonra artıq bizim demək olar ki, işimiz yekunlaşır və bundan sonra ki, bir dənə işimiz qalır ki, ekranda məsələn, biz hər hansı bir düyməni tıklayanda hansı əməliyyatı, hansı işi görməliyik. Artıq bunlarla bağlı da gələn dərsimizdə davam eləyək. Dərsin həcmini böyük etməmək üçün mən bunları qısa edirəm ki, sizlər də bu işi görəndə rahatçılıqla bir hissəni gördük, ondan sonra ikinci hissəyə keçid edin. Sağ olun, gələn dərs görüşənədək.